Hər vaxtınız xeyir olsun. Sizə belə bir video çəkmək qərarına gəldim. Ətrafımdakı insanlar, mən düşünürdüm ki, kifayət qədər göstərə bilmişəm ki, bu şirkət, mənim çalışdığım şirkət necə nəhəng bir şirkətdir, necə geniş imkanları vardır bu şirkətin. Amma baxıram ki, hələ də tərəddüdləri olanlar, hələ də zərrə qədərsə də belə deyək, şübhələri olan insanlar vardı. Ona görə bu videonu çəkmək qərarına gəldim ki, mən də ilk başlayanda heç bir zaman düşünməzdim ki, mən gəlib buralara çıxaram. Və mənim məqsədim bu deyildi. Mənim məqsədim fabirlik sayəsində dünyanı gəzmək deyildi. Mənim məqsədim bu qədər yüksək qazancı buradan qazanmaq deyildi. Yəni bunların heç biri məndə məqsəd olaraq olmayıbdı mən bu işə başlayanda. Heç mən bu işdə bu qədər qazancın olduğunu da bilmirdim. Amma daha sonra nə baş verdi? Mən bunların fərqinə vardım. Burada olan qazancı bildim və bu qazancı qazanmaq üçün çalışdım. Çalışdığım yolda nəinki qazanc qazandım, həmçinin səyahət qazandım, həmçinin dəyər gördüm, sevgi gördüm, diqqət gördüm. Yəni bunların hamısı daha sonradan əldə etdiyim uğurlardır. Amma ilk başlarda mənim yola çıxdığım zaman əldə etmək istədiyim sadəcə məhsulları endirimlə götürmək və bu məhsulların satışını həyata keçirməkdir. Yəni hal-hazırda bir çoxunun düşündüyü kimi mən də düşünürdüm ki, bu işdə yalnızca almaq və satmaq vardır. Yalnızca fabirlik alış və satışdan ibarətdir. Amma bir düşünün, sadəcə alış-satış vəd edən bir şirkət bu qədər nəhəng imkanlar təklif edə bilərmi? Yəni bu elə belə bir şey deyil. Dünyanın o birisi qırağına bizi gətirib çıxardıqdır və burada tamamilə pulsuzdur hər bir şey, bütün imkanlar, bilmədiyimiz bir ölkə, bilmədiyimiz adət, ənənə, insanlar, dil, din, tamamilə hər şey fərqlidir burada və belə deyim də bu imkanları bizə təqdim etmək şirkət üçün elə də adi bir hal deyil. Təbii ki, əməlli başlı burada əziyyət vardır, əməlli başlı maddi cəhətdən yəni büdcə vardır və bu büdcəni yalnızca nəhəng bir şirkət qarşılaya bilər. Fabirlik şirkəti də həqiqətən nəhəng bir şirkətdir. Artıq dünyanın bir çox ölkəsində, 46-47 ölkəsində fəaliyyət göstərir fabirlik və rəğbət görür, sevgi görür. Həmçinin də belə deyək, insanlara maddi azadlıq qazandırdığına görə insanlar tərəfindən artıq diqqət mərkəzindədir və siz hələ də bu şirkətdə öz yerinizi tapmamısınızsa, hələ də düşünürsünüzsə ki, misal qeydiyyatdan keçməyim, alınmaz məndə, mən bacara bilmərəm və yaxud da ki, bunun kimi hər hansı bir məqamlar, misal üçün hansı məqamlar, özgüvənsizlik varsa, Salih bacardı, amma mən bacara bilmərəm, filan kəs bacardı, mən bacara bilmərəm düşünürsünüzsə və yaxud da ki, bu işdə yalnızca yüksəkdə olanlar qazanır, zirvədə olanlar qazanır düşüncəsi varsa sizdə, siz heç bir zaman bir yerlərə vara bilməyəcəksiniz. Zaten bu şirkətdə qeydiyyatda deyilsinizsə, bu imkanlardan xəbərsizsiniz. Ən azından bir şans tanıyın özünüzə, qeydiyyatdan keçin, bu imkanları tanıyın, bu imkanlardan xəbərdar olun. Bəlkə də ən yaxşısı olacaqsınız, ən yaxşı yerdə olacaqsınız. Çünki yəni bu son deyildir. Bundan sonra da səyahətlərimiz olacaq, bundan sonra da fürsətlərimiz olacaq. Hansı ki, bu fürsətlər hamı üçündür və qeydiyyatdan keçib hər kəs bu fürsətlərdən yararlana bilər. Mən belə deyək ki, elə bir şeyləri paylaşmağı xoşlayıram ki, insanlar üçün əl çatan olsun. Əgər mən düşünsəm ki, mənim etdiyim hər hansı bir məqam sizin üçün əl çatmazdır, misal üçün deyək ki, bir yeməkdir və yaxud da ki, bunun kimi başqa bir şeydir, sizin üçün əl çatmazdır, mən onu əsla və əsla paylaşmaram, əmin olun ki. Mən o halda paylaşıram ki, bu sizin üçün mümkündür, bu sizin üçün realdır. Eləcə də bu işdə çalışmaq, bu işdə qazanc əldə etmək, bu işdə yüksəlmək və mənim yaşadığım həyatı yaşamaq hər kəs üçün realdır. Odur ki, mən bunu rahatlıqla, çəkinmədən paylaşımını həyata keçirə bilirəm. Və sizin hər birinizi gözləyirəm komandada. Yəni qeydiyyatdan keçib, özünüzü sınamaq, özünüzə şans tanımaq, mən düşünürəm ki, hamınızın belə etməli olduğu ilkin addımdır.